Biz İmamiyyə şiələri 12 imama ki inanırıq, Həzrət Rasulullah sallallahu aleyhi ve sellemdən sonra 12 imamın varlığına inanırıq. Peyğəmbərdən sonra bu dinin mənbəyidirlər. Onların bütün varlıqlar üzərində vilayət, səlahiyyət haqqı var, ixtiyar haqqı var, mütləq şəkildə. Səhih Buxaridə belə bir hədis var. Bu hədis Səhih Müslimdə də var. Əhməd ibn Həmməl də nəql eləyib ki, hədis nəql olunur Cabir ibn Sumrədən. Deyir ki, Peyğəmbərin belə buyurduğunu eşitdim. 12 əmir olacaqdı. Sonra bir söz dedi, mən o sözü eşitmədim. Atam mənə dedi ki, Peyğəmbər belə dedi. Dedi, onların hamısı Qureyşdəndir. Bu məzmunda çox hədis var ki, onların çoxunda ortaq cəhətlər nədir? Rasulullah buyurur ki, hamısı Qureyşdəndir. İslam əziz olacaq, izzətli olacaq ta 12 dənə xəlifə gəlib gedənə kimi. Bu din həmişə aşkar olacaq, zahir olacaq. Axtarsaq, araşdırsaq, bu hədisin real aləmdə tətbiqini tapaq. Bu hədis yalnız və yalnız bizim etiqad bəslədiyimiz 12 imama şamildir. Nə Əməvi xəlifələrinə şamildir, nə Əbbasi xəlifələrinə şamildir, nə də ki, Raşidi xəlifələri deyirlərsə, 4 dənəsini hesab edirlərsə, onlara da şamil olmur ki, Həzrət Rasulullah 12 əmirdən, 12 xəlifədən və 12 imamdan danışır. Bugün, bu gecə həmin 12-ci imamımızın Mövlud gecəsidir. Bu gecə ümumiyyətlə fəzilətli bir gecədir. Müsəlmanların əksəriyyəti bu gecəni fəzilətli gecə hesab edirlər. Bəziləri bu gecəni bəraət gecəsi adlandırırlar. İmam Baqir əleyhissalamdan soruşdular Şabanın 15-ci gecəsi barəsində. Buyurdu ki, Qədir gecəsindən sonra ən üstün gecədir. Allah həmin gecədə, yəni bu gecə öz bəndələrinə məğfirət lütf edər, onları bağışlayar. Bu gecə Allaha yaxınlaşmaq üçün çalışın. Deyir, bu gecə elə bir gecədir ki, Allah özü özünə söz verib, öz-özündən əhd bağlayıb ki, bu gecə bəndə günah istəmədikcə Allah onun duasını geri qaytarmayacaq. Və bu gecənin əzəmətini artıran hadisələrdən biri də zamanəmizin imamı, əsrimizin sultanı, Həzrəti Məhdi el-Muntəzər, Allahümme salli alə Muhammed və ali Muhammed ki, bu gecənin sübhünə yaxın bir zamanda Hicrətin 255-ci ildə dünyaya gəlibdir. İmam Məhdi düşüncəsi təkcə İslami düşüncə deyil. Bütün müxtəlif dinlər, müxtəlif məzhəblər, müxtəlif məktəblərin hamısının arzularının ünvanıdır xilaskar düşüncəsi. Xilaskar düşüncəsi bütün dinlərdə var. Xristiyanlarda da var, Yahudilikdə də var.